Salam əziz izləyicilər, mən Məhəmməd Hüseynov. Bulaq TV-də Üz-üzə podkastında sizləri xoş gördük. Bu gün qərardır Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq siyasəti, xüsusən də müsəlman ölkələrə qarşı sürdüyü siyasəti pərdəsiz və açıq şəkildə araşdıraq. Və mən Rıza Kazemi öz növbəmdə sizi bu podkastda salamlayıram. Çox sağ ol, təşəkkür. Bu Birləşmiş Ərəb Əmirliklərinin şüarı olub həmişə və özünü bu şüarla satıb dünyaya ki, tərəfsiz ticarət bir mərkəz olaraq və neftə əsaslanan bir dövlət kimi özünü təqdim edir. Amma əslində real siyasətdə və həqiqətdə görünür ki, ABŞ-İsrail xəttinə böyük xidmətlər edir. Və bu podkastda bunu istəyirik araşdıraq və tam olaraq necə olur ki, bir ölkə ki, özünü tərəfsiz təqdim edir, bir ölkə ki, deyir mən sülh üçün və ticarət üçün siyasətimin təməlini qurmuşam. Amma əslində bu günləri görürük, xüsusən də son illərdə ki, qatı-qatı şəkildə cinayətlər və dünyanın digər ölkələrinə müdaxilələr eləyir. Bu haqda istəyir danışaq, amma öncə səndən xahiş edəcəm ki, bu Birləşmiş Ərəb Əmirlikləri dövlətdir, qurumdur, nədir? Bunun tarixi hara qayıdır? Bunu bizə izləyicilərə izah eləyərdim. Çox sağ ol Məhəmməd. Sözün həqiqi mənasında gözəl bir məsələyə toxunmusan bu podkastda. Əslində elə düzgün vurğulayırsan. Bizə əsas lazım olan bu gün onların siyasətlərini və rəftarlarını, belə deyək, iki başlı rəftarlarını başa düşmək üçün və həqiqi siyasətlərini, kökünü, pərdə arxasını başa düşmək üçün biz gərək qayıdaq onların mahiyyətini başa düşək. Ki, dövlətdir ya yox. Qurumdur, dövlətdir, bir şirkətdir. Əslində bunu da başa düşmək üçün, yəni bunun mahiyyətini başa düşmək üçün gərək bir balaca onun kökünə qayıdaq. Görək bu həqiqətən də müstəqil dövlətdir, yoxsa qurumdur. Kökünə qaydanda qısaca olaraq 15-ci əsrdə biz görürük ki, məxsusən 15-ci əsrin sonlarından bəhs qayıdır İngiltərənin Fars körfəzində qurmaq istədiyi hakimiyyətə. Bu da 15-ci əsrdə əslində İngiltərədən qabaq Fars körfəzində biz görürük ki, Portuqaliyalıların hakimiyyəti daha üstün idi. Və hətta 16-cı əsrdə Portuqaliyalılar o zaman İranda dövlət hökumətdə olan Səfəvilərlə sıx əlaqələri də var idi. Amma 16-cı əsrin ortalarından sonuna doğru görürük ki, İngiltərə, yəni Böyük Britaniya ilə Hollandiya gəlirlər Fars körfəzinə müdaxilə edirlər. Və bunların müdaxiləsi Portuqaliyanın işini zəiflədir. Çünki Portuqaliya burada istəyirdi hakim olsun, istəyirdi bəzi mədənlər kəşf eləsin filan. Və beləliklə də gedir çıxır bu iş hara? İngiltərə və Hollandiya ki gəlirlər 16-cı əsrdə Portuqaliyanın hakimiyyətini burada bitirəndən sonra ta 18-ci əsrin ortalarından məxsusən İngiltərə tək qalır. İngiltərə öz sözünü deyir Fars körfəzində və bu möhkəmlənmə həmin bu dediyimiz Birləşmiş Ərəb Əmirliklərinin yarandığı, qurulduğu tarixə qədər özünü davam etdirir. Amma necə davam etdirir? Bu davam etmə ərəfəsində, məsələn 1820-ci ildən, yəni 19-cu əsrin əvvəllərindən İngiltərə gəlir burada əmirliklər formasında idi. Görürsünüz, adı da elə nədir? Birləşmiş Ərəb Əmirlikləri. Ən az 6 dənə əmirlik var idi. Bu əmirliklər, necə deyərlər, bir koalisiya yaradır. Bir koalisiya donanma formasında Fars körfəzində yaradırlar bunu. Qəvasim adında bir donanma yaradır. Amma İngiltərəyə bu sərf eləmir. Çünki İngiltərə tarix boyu biz bilirik ki, istismar və müstəmləkə siyasəti yürüdüb. Bu ona sərf eləmir, ona görə 1820-ci ildə 18-ci əsrdə möhkəmlənən İngiltərə gəlir bu koalisiyanı 1820-ci ildə dağıdır. 1820-dən ta 19-cu əsrin axırlarına qədər, yəni 1900-ə qədər təqribən bir neçə dəfə əhdnamə bağlanır. İngiltərə ilə hələ qurulmamış o 6 dənə əmirlik arasında. İngiltərə öz gücünü qoyur ortaya. Deyir, buradan məsələn çıxarılan neftlər, mədənlər filan hamısı mənimdir. Mən sizə sadəcə olaraq bəzi qarantilər verə bilərəm ki, sizə heç kəs, məsələn, təhlükəsizlik baxımından, filan siyasi baxımdan zor gücü deyə bilməsin.
eynilə bu gün də müşahidə edirik də. Və həməndir, yəni Siyasətlər. siyasət həməndir, ölkə dəyişdi. Bəli, bəli, İngiltərə öz sadəcə. yerini ABŞ-a verib Eynilə. və ABŞ gəlir o dövlətləri, zəif dövlətləri qorxudur. Bəli. Yəni bütün sərvətləri, xalqın, dövlətin bütün sərvətləri mənimdir. Əvəzində mən də icazə verməyəcəm heç kim sizə hücum eləsin. Əslində elə təhlükənin özü onların özüdür. Bəli, bəli. Necə ki, Amerikada, yəni Reuters-də mən gördüm ki, yazmışdı bir ekspert. Dedi ki, Amerika ilə düşmən olmaq qorxuludur. Amma Amerika ilə müttəfiq olmaq həlak edicidir. Bəli. O da yəni indi Bəli. Amerikanın burada adı dəyişir. İstər İngiltərə olsun, istər Amerika. Bəli, elə bu quruluş ki, bunlar gətirirlər 20-ci əsrin əvvəllərində, elə sən söz və qüvvət 20-ci əsrin əvvəllərində həmin bu Fars körfəzinə neft faktoru əlavə olur, neft tapıntıları. Bu İngiltərəni daha həssas eləyir. Niyə görə? Çünki rəqiblər çıxacaq ortaya. Ona görə də tez İngiltərə növbəti əhdnaməni hələ bu əmirliklər şəklində olan bu ərəblərlə şeyx-nişin deyirlərdi, deyirdilər. İndi də elədir. Bunlarla yeni müqavilə imzalayır, yeni əhd. Yenə də qorxutma prinsipi əsasında deyir ki, mən sizə bəzi üstünlüklər, imtiyazlar verəcəm, amma siz bu səfər nə deyir? Deyir, bu neftə mənə rəqib qoymayın və mənə rəqib çıxsa birdən öz banklarınızda, çünki bankları onların içərisində yerləşdirmişdilər. Banklarınızdakı heç bir formada öz banklarınızdan məndən qeyrisinə imtiyaz verməyin. İngiltərə bunlara deyir. Sözün xülasəsi bunlar bunu qəbul eləyirlər və şirkətlər bura daxil olandan sonra məcbur olurlar yavaş-yavaş bu əmirliklərin arasında sərhədlər yaradırlar. Sonda İngiltərənin öz daxilində iqtisadi, pulun düşməsi filan problemlər yaranır. İngiltərə gəlir 1968-ci ilin əvvəlində deyir ki, mən çıxacam. Həmin bu Fars körfəzindən çıxacam. 71-də noyabrda çıxır və nəhayətdə bunlar çıxandan sonra 71-in dekabrında, dekabrın 2-sində Birləşmiş Ərəb Əmirlikləri yaradılır. Yəni, həm sən deyən kimi tarix baxımından baxanda çox az tarixi var 71-də. Həm də tarixinin əvvəlinə baxanda görürsən ki, həmişə İngiltərənin bir növ müstəmləkəçiliyinin altında olublar. Yəni belə deyək də, bunlar heç vaxt özləri üçün bir dövlət olmayıblar. Qurulmaqları belə əcnəbi və digər bir ölkənin təməli ilə olub. Necə ki, bəzən dövlətlər olur ki, bir başqa ölkənin, başqa bir dövlətin ərazisindən ayrılır. İstər Küveyt İraqdan ayrılmış kimi və ya digər xalqların da rolları olurdu. Amma yəni Birləşmiş Ərəb Əmirliklərinin qurulmağında görürük ki, heç nə xalq var, nə bir siyasi daxili iradə var. Sadəcə bir əcnəbi ki, vaxtilə hegemon idi və indi öz yerini ABŞ-a verib, gəlir orada qurur və oradakı təbii sərvətlərin qarşılığında və o neft xüsusilə. Ona görə də yəni aydındır ki, bu quruluş əvvəlindən elə onların nüfuzu ilə qurulubsa, təbii ki, heç vaxt müstəqillik olmur. Müstəqillik şüarı belə orada yoxdur. Müstəqilliyin mentaliteti belə bu xalqda yoxdur. Ona görə də aydın məsələdir. İnsan bu tarixə baxanda, onların qurulmaqlarına baxanda bilir ki, bunların ABŞ-İsrail xəttinə xidmətləri hardan irəli gəlir. Gözəldir. Bəli, bəli, açıq-aşkardır. Çünki həmin bu tarixə ilə sən söz və qüvvət, bu tarixə baxanda biz görürük ki, bugün Yəməni olsun, Yəmən tərəfdə bu günlər Həzərmut bölgəsində, Yəmənin ən böyük vilayətində, istəyir İraqdakı rollarına baxanda, istəyir İrana qarşı tutduğu mövqe, yəni bölgənin müxtəlif Suriyadakı rollarına baxanda, istəyir maliyyə baxımından, istəyir müxtəlif qruplar çoxaltmaq, məsələn təkfirçi qrupları çoxaltmaq baxımından Birləşmiş Ərəb Əmirlikləri eyni ilə Amerika və İsrailin qurduğu və planlaşdırdığı strategiyanı müxtəlif formalarda bu bölgədə yerinə yetirir. O ola bilər ki, indi kimsə irad bildirə bizə. Deyək ki, zaten dünyanın 80-90% ilə İsrail və ABŞ xəttinə xidmət edir. Xüsusən də çox təəssüflər olsun ki, müsəlman ölkələr. Amma burada böyük bir fərq var. Birləşmiş Əmirliklərlə digər bu xəttə xidmət edən müsəlman ölkələrin arasında. Misal olaraq,
çox önəmlidir bu məsələ və çox təəssüf olsun ki, az danışılır bu haqda. İbrahim əhdnaməsi. Və bilməyənlər üçün də çox qısa izah edeyim. İbrahim əhdnaməsi İsraillə müsəlman dövlətlərin arasındakı əlaqələri normallaşdırmaq əhdnaməsidir. Və adı da Həzrət İbrahimə qayıdır ki, yəni Həzrət İsmail peyğəmbərin övladları və İshak peyğəmbərin övladların arasında bir birlik şüarı ilədir. Təbii ki, zahirdədir bu və batinində və daxilində heç bir insansevərlik və İbrahim peyğəmbərin yoluna qayıdan bir şey yoxdur burada. Amma elə bunun özü, indi biz baxırıq ki, 7 oktyabra, bir 2-3 il bundan öncəyə qayıdaq. 7 oktyabrda baş verən hadisələr, indi çoxları deyə bilərlər ki, bəli, Qəzzədə böyük soyqırıma səbəb oldu, Qəzzəni viran elədi, bu qədər insan, bu qədər günahsız insan orada şəhid oldu. Amma 7 oktyabrdan bu tərəfə İsrail üçün siyasi, xarici siyasi baxımından çox böyük dəyişikliklər yarandı. Görürük ki, məsəl üçün Aymek xətti Hindistandan Ərəb ölkələrinə, Ərəbistana və oradan da İsrailə bir koridor açılacaqdı ki, dəniz və quru sərhədlərdən tərkib olunan bir koridor idi. Burada, yəni şərqi qərbə birləşdirən bir koridor idi ki, İsraili şərqlə qərbə birləşdirən bir qapı kimi nəzərdə tutmuşdular. Onlar üçün çox həyati bir yol idi, bu koridor idi. Əslində həm İranı zəiflədəcəkdilər bundan, həm Çini zəiflədəcəkdilər. İndi o dayanıb. 7 oktyabrdan bu tərəfə onlar üçün həyati bir koridor idi dayanıb və ya digər müsəlman ölkələri bu əhdnaməyə qoşulmağa ya İsrail əlaqələri adiləşdirməyə artıq imtina edirlər, ya çəkinirlər. Məsələn, Azərbaycanın özü görürük ki, 7 oktyabrdan bu tərəfə, Bulaq TV-də bunu keçən söhbətlərdə işarə eləmişdik. Yavaşca İsraillə olan əlaqələrdir və bağlılığını azaltmağa çalışır Azərbaycan. Ya Bin Səlman qeyri-mötəbər yazılırdılar, amma çox rəsmi xəbər agentlikləri bunu yazdılar. Reuters buna işarə elədi, CNN buna işarə elədi. Hətta İsraildə Haaretz belə buna işarə elədi ki, Bin Səlman son görüşündə Trumpa belə bir şərt qoyub ki, mənim, yəni Ərəbistanın bu əhdnaməyə qoşulmağını istəyirsə, Netanyahu istefa verməlidir. Yəni, əhdnamənin bu qədər gecikməsi, İsrailin bu qədər beynəlxalq mövqeyinin zəiflənməsinə baxmayaraq, görürük ki, Birləşmiş Əmirlikləri necə lazımdır İsrailə xidmət edir, əhdnamədə, digər yerlərdə. Hətta görürük ki, İran 12 günlük müharibəsindən sonra silah daşıyırlar. Yəni, yük təyyarələri ki, gedirdi, maliyyə baxımından kömək edirdi. O da onu göstərir ki, bunlar müstəqil siyasət sürmürlər. Bunlar belə açıq deyək, muzdur, yəni müzdlü bir hakimiyyətdir ki, əmrə tabe edirlər. Özlərindən heç bir müstəqil iradələri, siyasi iradələri yox. Bəli, tamamilə doğrudur. Həqiqətən də elə əvvəldə də dediyimiz kimi, həm tarixinə baxanda, həm bugünkü rəftarlarına baxanda biz görürük ki, Yəməndə olsun, İraqda olsun, ən azı sən sadaladığın ölkələr, məsələn Azərbaycan dedin, ya digərləri dedin, ən azı bunların hakimiyyətləri heç olmasa zahirdə və heç olmasa xalqların üsyan dalğasının qarşısında da olsa, müəyyən qədər kənara çəkilmək istəyirlər, belə göstərmək istəsələr də. Amma görürük ki, Birləşmiş Ərəb Əmirlikləri İngiltərədən, belə deyək, irs aparmış ki, İngiltərə özdə pərdə arxasında qalıb 20-ci əsrin əvvəllərindən özünü çəkdi pərdə arxasına, Birləşmiş Ərəb Əmirlikləri kimi bir neçə belə deyək, qurumları yerləşdirdi bölgəyə İsrailin müdafiəsi üçün. Baxırıq ki, bugün hər kəs ən az zahirdə geriyə çəkilsə də, amma Birləşmiş Ərəb Əmirlikləri belə deyək də utanmır. Üzdə də olsa heç olmasa geri çəkilmir. Bu da onu bir daha sübut eləyir ki, bəli, Birləşmiş Ərəb Əmirlikləri sən deyən kimi nə qədər iddia eləsə də ki, yox, mən müstəqil ticarət, siyasət, neft filan, amma həm tarixi baxımdan, həm də bugünkü rəftarları ilə İsrailə və Amerikaya xidmət edir. Biri var utanmır, biri də var utana bilmir. Utanmağa icazəsi yoxdur onların. Bəli. Bugünlük istəsənlər burada bir yığcam bir nəticə deyək. Yəni, Birləşmiş Ərəb Əmirliklərinin tarixinə, mahiyyətinə və necə qurulmağına, mentalitetinə, siyasətinə baxaraq bilirik ki, heç bir müstəqillikləri yoxdur, özlərindən heç bir siyasi iradələri yoxdur və son illərdə etdikləri müdaxilələr, xarici
dövlətlərin daxili siyasətlərində etdikləri müdaxilələr və ya cinayətləri tam şəkildə açıqlayır ki, səbəbi nədir? İndi ola bilər ki, izləyicilər soruşsunlar ki, o cinayətlər nədir? O müdaxilələr nədir? Əgər razısansa bunu növbəti bölümə saxlayaq. Mütləq, çünki təfərrüatı ilə gərək bunları açıqlayaq inşallah. İnşallah. Təşəkkür əziz izləyicilər, bizi izlədiyinizə görə bizə dəstək olmaqla, kanala abunə olmaqla və paylaşmaqla bizi bu yolda kömək edə bilərsiniz. Çox sağ olun, hələlik. Allah'a emanet olun.